Dekabrın 25-də Ağcabədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi Mədəniyyət Mərkəzində rayonda 2025-ci ilin təsərrüfat yekunları və 2026-cı il qarşıda duran vəzifələr mövzusunda seminar müşavirə keçirilib. Müşavirədə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzi, Ağcabədi Taxıl MMC, Prime Cotton MMC, P-Agro MMC-nin Ağcabədi filialı, Azərpambıq MMC-nin Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodunun kollektivləri, Avrolizing Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi regional nümayəndəliyi, Ağcabədi Dənli Bitkilərin Toxum Emalı Zavodunun rəhbərliyi, mütəxəssislər, rayon icra hakimiyyəti başçısı aparatının müvafiq şöbə müdirləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, Ağcabədi Su Meliorasiya Sistemləri İdarəsinin sahə rəisləri və sudan istifadə edənlər birliyinin rəhbərləri iştirak ediblər. Öncə rayon rəhbəri və qonaqlar tərəfindən mərkəzin həyətində müxtəlif çeşidli yerli və yüksək keyfiyyətli məhsullardan ibarət sərgiyə baxış keçirilib. Sahibkarlar və fermerlər icra başçısına öz məhsulları haqqında məlumatlar veriblər. Ən azımına keçməli. Hazırda belə deyək, bütün sertifikatların aldıqları özünlərdir. Beynəlxalq sertifikatların hamısını aldıqları artıq dünya bazarında bizim ilk kimləri satılmaq, bazara çıxa bilmirik, amma bütün yer belə deyək, ən son sertifikatlara qədər almışıq. Buna qayıtmalıyız da, ən azımına keçməli. Ben nə qədər deyək, qalım əlində, heç yerdə Özümüz istehsallarımız satışda var. Müvafiq tekstil var, bizim de zamanda gəlir satışımız var. Çünki bu Özbəkistan zat gətirib burada satış var. Bunlar bizim üçün Özbəkistan olacaq. Bu ondan qəşəng. Hamısı götürmüşsünlər bizi, həm də sahələr. Bir Afşarda mənə tutan yalan yerlərimiz oldu var. Həm bir lif sistemi bunun maşına yığımı pisdir də, dağın. Belə deyək, bu çox güman ki, kənardan olur. Kənardan da, amma belə deyək, ən azından bizə bunun üstündə 14-16 dənə bir qoza dəbəs edir. Ümumiyyətlə bizə 10 qoza da bəs edir əslində. Yəni normal vəziyyətdə bizim məqsədimiz də budur ki, bir-birinə yaxın məsafələrdə, yəni lifi zad nə tərdir? lif çıxımı yaxşı. 42-43-dür, yəni bunun seleksiyasında 42-43 göstərir. Sapı zad nə tərdir? Bunun bir fabrikaya daha yaxşıdır. Qırılmasını deyir. Belə deyək, mexanilə yaxşıdır. Bir də bir məsələ var ki, bunun rəngi hər saatlə parlaq rəngi. Parlaq rəngi olduğuna görə, yəni bunun alandan baxacaq, ən azından rəngini alırsan da, yəni. Bu məhsulların ixracı nə vəziyyətdədir? Rusiyaya gedib getmir, İrana, Rusiyaya. Hal-hazırda Gürcüstana var. Gürcüstana. Gürcüstana var məhsulumuz da. Rusiyada var, əsas Gürcüstana gedir. Əvvəl Rusiya ilə İrana gedir. Gürcüstana var. Çox böyük şeydir. İnşallah ki, Rusiya məsələsi yaxın vaxtlarda açılmalıdır. Yəni onunla bağlı ki, yoxlama təyin edəsən onlayn formada alınmalıdır. Qısa zamanda da Sinkinin bilirsiniz, texnologiyası bir qədər köhnəli, amma bu açılanda Şərq Avropada daha bir texnologiya yox idi. Bu da xeyirli mikrobiyoloji şeylər hamıya qalır. Bundan başqa da, burada pasterizasiya olunanda tetrapakda hamısı yüksək temperaturda hamı görür. Amma burada xeyirlilərin hamısını saxlamaq istəyirlər. Ona görə bunu kimi texnologiya yoxdur. Amma yerli sortdur. Yerli sortdur. Yerli sortumuzdur. Azərbaycanın ən gözəl, həm də o qırmızı gül belədir, dədəbaba sortu. Ben gördüm, ben bilmirdim. Bizim seleksiyadan mı yoksa nerede olur? Qırmızı gül bəli, bizim yerli sortu. Əvvəl olur. Bəli, bəli. Şimdi gördüm, geçen gördüm nerede o? Ümumiyyətlə 7-8 yıl almışım. Rahat alma olan. Bir avcım bəli bir sortlar kullanmışım. Bundan sonra icra başçısı Rafil Hüseynov mərkəzin foyesində kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən kitab və jurnallardan ibarət sərgi, həmçinin nadir bitkilərdən hazırlanmış və insan orqanizmi üçün faydalı salatlarla da tanış olub. Əkinçilik Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Sevil Abbasquliyeva salatlar, eləcə də salatda istifadə olunan qiymətli və nadir bitkilər haqqında ətraflı danışıb. Deməli, kinoadan hazırlanmış deyəkdə çəkilən plov kimi dünyada kinoa düyyə alternativ olaraq gətirilir.
bir nömrə istəyir atır. Torpaqda xlor və sulfat ionlarını çəkir. Yarpaqlarında depoluyur. Quraqlığa və deməli duzluğa tolerantdır. Amma məhsul isə əvəz olunmaz fosfor məzəlidir. Düyünün hamımız sevirik, sürəyimizin şahıdır. Amma düyüdə bir problem var. Siz bunu mənə görəcəksiniz. Torpaqdan ağır yuxarılar çəkir və düzəltir. Düyünü alternativ olaraq düyüyə gəlib, sağlam Düğün ayrı da. Bəli, problem O su. onu verdiği enerjinin miktarı o kadardır ki. Bəli. Bədəndə o həll olunmur. Bəli. Çətinlik yarar. Tamam. Ondan ötürü gərək gedəcək düyə kəsək ki, onu həll edir. Bəli. Həm də quraqlıq, qlobal dəyişkənliyi, torpaq degradasiyonlu torpaqların Mən istifadə eləməm hər şeyi. Mən etmişəm. Mədəniyyət Mərkəzinin zalında davam edən seminar müşavirədə rayon rəhbəri Rafil Hüseynov qonaqları salamladıqdan sonra tədbiri açıq elan edib. Bundan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məruza ilə çıxış edən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov qeyd edib ki, son illərdə Ağcabədi rayonunda aqrar sahədə sürətli inkişaf müşahidə olunur. Belə ki, cari il pambıqçılarımız üçün olduqca uğurlu il olmuşdur. Bugünədək pambıq əkini aparılmış sahələrdən 41 min tondan yuxarı məhsul əldə olunmuşdur ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. Bu işdə fermerlərin xüsusi fəallığını diqqətə çatdıran Abbas Süleymanov vurğulayıb ki, ümumiyyətlə fermerlərimizdən 298 nəfəri 45 sentinerdən yüksək məhsul əldə ediblər. Pambıqçılıqla bərabər taxıl, buğda, şəkər çuğunduru, meyvə istehsalı, baramaçılıq və heyvandarlıq sahələrində də əldə olunmuş uğurlar haqqında ətraflı məlumat verən natiq, qarşıda duran vəzifələr və öhdəlikləri də iş adamlarının və fermerlərin diqqətinə çatdırıb. Bundan sonra məruzə ətrafında çıxışlara başlanılıb. Prime Cotton MMC-nin icraçı direktoru Rövşən Çobanzadə, Azərpambıq MMC-nin direktoru müavini Ağa Hüseyn Qədirov, Piagro MMC-nin baş aqronomu Musa Hüseynov, Aqrar Sığorta Fondunun sədr müavini Roman Əmircanov, Əkinçilik Elmi Tədqiqat İnstitutunun şöbə müdiri, Aqrar Elmləri üzrə fəlsəfə doktoru Sevil Abbasquliyeva, Ağcabədi Taxıl MMC-nin icraçı direktoru Ceyhun Mehdiyev, Prime Cotton MMC-nin Ağcabədi filialının direktoru İbrahim Ağamirov və Ağcabədi Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Asəf Quliyev hesabat xarakterli çıxışlarında təsərrüfat müəssisələrinin bu günə qədər gördükləri və bundan sonra da görülməsi nəzərdə tutulan işlərdən ətraflı danışıblar. Çıxış edən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun təsərrüfat uğurlarının kökündə Ağcabədi zəhmətkeşlərinin xüsusi əməyinin olduğunu diqqətə çatdırıb. Təsərrüfatımızdakı uğurlu nailiyyətlərdən geniş danışan rayon rəhbəri bundan sonra qarşıda duran vəzifələr, həyata keçiriləcək işlərdən də söz açıb. Əminliklə qeyd olunub ki, Ağcabədi rayonu böyük təsərrüfat rayonudur və Respublikanın aqrar sahəsindəki uğurlu nəticələrində Ağcabədi fermerlərinin zəhməti böyükdür. Rafil Hüseynov eyni zamanda qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə hər kəsi təbrik edərək müşavirə iştirakçılarına sağlam, firavan ömür və işlərində uğurlar arzulayıb. Sonda rayonun kənd təsərrüfatının inkişafında, rayonun suvarma, pambıqçılıq, habelə barama və heyvandarlıq sahəsində yüksək nailiyyət əldə etdiyinə görə bir qrup zəhmətkeş Ağcabədi rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunublar. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.